Mənim anam kələm dolmasını biz uşaq olanda bu üsulla hazırlayırdı. Yadıma gəlir ki, mən şabaldına görə heç vaxt yemirdim. Amma böyüdükdə inanın ki, hər dəfə dolma bişirəndə məhz mamanın o şabaldı dolmasını xatırlayıram. Mən kələmi qaynar suyun içərisinə salıram. Yəni kələmi qoyub suyu qaynatmıram. Son 4-5 ildir ki, bu şəkildə edirəm. Kələmi qaynadıram, qoyuram kənara. İçliyi hazırlayıram. İçliyə nələr vurdumsa, qramları ilə videonun alt bölümündə qeyd edəcəm. Eynən mama hazırladığı içliklə edirəm, şabalatlı içliklə. Daha sonra kələmləri belə uzun-uzun bükürəm. Həm estetik görünür, həm çox qəşəng incə dolmalar ərsəyə gəlir. Hər içliyi bükdükdə də içinə bir ədəd bişmiş şabalat yerləşdirirəm. Şabalatları əvvəlcədən bişirib dondurucuda saxlamışdım. Dolmanı bu şəkildə büküb, qızlar, dondurucuda saxlaya bilərsiniz, istədiyiniz zaman bişirə bilərsiniz. Üzəri üçün kərə yağına biraz sarı kök, pomidor əlavə edirəm. Qaynara düşəndən sonra üzərinə əlavə edirəm. Heyva ilə altını, üstünü bəzəyib, bir stəkan da qaynar su əlavə edirəm, qoyuram bişməyə. İnanın, o qədər dadlı dolma ərsəyə gəlir. Siz bu dolmanı mütləq bişirin, sonra mənə təşəkkür edin.